6 nəfər yeniyetmə, 278 nəfər cavan qəddarcasına qətlə yetirilib. 8 ailə tamamilə yox olmuşdur. Ölən güllərinin saxlayır anasını, o alçaq dığalardan alaram qisasını, qaçıb məndən əcəli. Qocalım, ay qocalım, Tikmişdik görmədik bəhəri, olmaz bu zülmətin təhəri, güllərlə biçdilər şəhəri, qırıldı cavanlı qocalı. qocalım, ay qocalım. O gecə qanaxıb çay oldu, arxalı köməklər boy oldu, xocalı xatına tay oldu, qalmadı cahi cəlalı. Qocalım, ay qocalım. Çəkildilər üstünə, quduz kimi, aç kimi, şınladılar yer kimi, qırdılar ağac kimi, dağıtdılar çöllərə, əsir yalanbaz kimi, səni qaldırmasan başım üstə taş kimi, tarixin yattasında çətin qalxın bucalı. Qocalım, ay qocalım. Bu tək qalmış Xocalıda körpələrə dəhşətli divan tutulub. 5 yaşlı uşağın qulağını kəsdikdən sonra ona 8 güllə vurublar. Ürəyi soymayan zərdadlar uşağın üstündən taxtalayıb keçiblər. Yaş yarımlıq körpəyə neçə güllə atıblarsa, uşağın beyni ananın üzünə dağılıb. Neçə ana qucağında, kürəyində uşağı ilə güllələnib. Əzizin balabanı, asta çal balabanı, hamının balası gəldi, bəs mənim balam hanı? Yoldan ötən bir də bax, ötüb keçmə bir də bax, bu Əlifin qəbridir, ayaq saxla bir də bax. Göylərə yüksəldi vay, şahidimiz ulduz ay, cəsədini tan qədər, balam lay lay alay lay. Bir gözünü açsana, anana mənə baxsana, oğlum sənsiz çəkdiyim əzabıma baxsana. Analar yanar ağlar, günləri sanar ağlar, dönər göy göyərsinə, yollara qanar ağlar. Gecə uzun gün batmaz, dərdlilər dərddən yatmaz. Körpə durduğu yerdə, boynun vurduğu yerdə, boynun sınaydı namərd, onu vurduğun yerdə. Gəlib məzar başına, baş qoyaram başına, kör olsun yağı düşmən, necə qaydı yaşına. Bu dağlar, ulu dağlar, çeşməli sulu dağlar, burada bir qərib ölmüş, göy kişilər ulu dağlar. Qərənfil qonçələndi, üstünə gül ələndi, yaram şəhid yarası açıldı, təzələndi. Vaxtsız soldu gülümüz, ağlasın bülbülümüz, dirilərə min şükür, təhqir oldu ölümüz.
bir yaxşı bax. Dur, içində qorxunu bax. Ölümünlə qalımına ayır delə. Dur, içində 90'ı qopdur, özünü bozdur delə. Varım, yoxum səninləyəm. Azım, çoxum səninləyəm. Şirin yoxum səninləyəm. Yaxın məni söz atından, atın məni təng altına. Əsin məni xıncım, xıncım, kəsmə gəl söz qılıncım. Didim məni, didim, atın məni təng altına. Qabaqdakı bir körpəni xilas edim. Necə səni, necə məni xilas edim. Səninləyəm özü qəmli, sözü qəmli rəhbər adam. 1918'də vuruşurdu, danışmırdı rəncbər atam. Oyat bir de ey yaradan səninləyəm. Ya bilmərlə oyat bizi, ya yeni
nümunəsi. Kim xəyanət eləyibsə ağdama, onunla kör gözlərinə ağdama. Füzulini verən əllər qurusun, Cəbrayılda toy məclisi qurusun. Qarabağın nə dağı nə oranı, üzdə bizi ayrılığın boranı. Hər tərəfi çiskin, duman alıbdır, dağlarımın gözü yolda qalıbdır. Düşmənlərimin odacağı sönəcək, Qarabağım yenə geri dönəcək. 1992-ci il 26 fevral yandırılan və soyqırma məruz qalan Xocalanı itirdik. 1992-ci il 8 may musiqi beşiyimiz Şuşanı itirdik. 1992-ci il 18 may Laçını itirdik. 1992-ci il 2 oktyabr Xocavəndi itirdik. 1993-cü il 2 aprel Qızıl Yataqlı Kəlbəcəri itirdik. 1993-cü il 17 iyul Ağdərəni itirdik. 1993-cü il 23 iyul Ağdam itirdik. 1993-cü il 23 avqust Cəbrayılı itirdik. 1993-cü il 23 avqust Füzulini itirdik. 1993-cü il 31 avqust Qubadlını itirdik. 1993-cü il 29 oktyabr Zəngilanı itirdik. Öz yolunda iller öptü, neler gördü ülkemiz. Parçalandı ölmez vatan, ayrı düştük biz. İlgimizin bütün dünya var, yenilmez ordumuz, yenilmez ordumuz. Görme alttan geldiğin, öz elinden ayrılan, talehinden toplanan torpağın sensin. O hasretten gem çekip indi gözmür ağlayır. Görne vaktan sesleyip torpağın sensin, torpağın sensin, torpağın sensin. Bu vətənin Çingiz kimi, Əlif kimi, Şükür kimi, Fərid kimi, Mehdi kimi, Ramil Səfərov kimi və ən nəhayət ölməzliyin simvolu olan milli qəhrəman adına layiq görülmüş mübariz kimi oğulları var. Yazıldı tarixə adın əbədi, tək başına göçdü oğul sərhəddi. Neçə düşmən görüb qoydum böyük iz, 50 nümunəsi gizir mübariz. Xalqımız unutmaz səni heç zaman, bir an olsun belə gözün qırpmayan, düşmənə həmişə meydan oxuyan 50 nümunəsi gizir mübariz. 22 yaşdan sən ölməz oldun, xalqın ürəyində bir qala qurdun. Düşmənə ən ağır zərbəni vurdun. Ərlik nümunəsi gizir var. Doğuldun, göz açdın Biləsuvarda, minlərlə mübariz var bu diyarda. Can fəda eyledin sən doğma yurda, ərlik nümunəsi gizir mübariz. Zarın qoxulu o yollar, səni bəsnəva qaytarar.
qonaqlar, müəllimlərimiz. Bugün indicə isti-isti dinlədiyimiz şeir parçaları, göstərdiyiniz bu təsirli səhnələr bizi doğrudan da xəyalən 19 il əvvələ Xocalının işğalı gününə apardı. Həmin günlər hərəmiz bu ağrını bir cür ürəyimizdə daşıdıq və elə bildik ki, yer üzündə bir çox şəhərlər kimi, Ostansum kimi, Xatın kimi şəhərlər necə yox olmuşdursa, Xocalı kimi bir şəhər də əsrimizin, 20-ci əsrin faciəsi kimi tarixə düşəcək. Yəqin ki, o vaxtlar xatırlamırdıq ki, vaxt gələcək, biz bu kədəri övladlarımıza təlqin edəcəyik. Bunların ifasında olan bu səhnələr bizi hələ də özümüzə bağışlamamağa səsləyəcək. Biz elə bildik Xocalının intiqamını tez alacaq. Lakin 19 ildir keçir, hələ Xocalının intiqamını ala bilməmişik. Və yəqin hələ neçə illər lazım gələcək ki, biz özümüzün sülhsevərliyimizi, ədalətsevərliyimizi və Allahı, Tanrını tanıyan bir millət kimi sübut edək ki, bəli, o mənfur düşmənlərimiz çox böyük ədalətsizlik görüblər. Həyatda, tarixdə görünməyən bir dəhşət yaradırlar. Və bugün sizin göstərdiyiniz əziz uşaqlar, bu səhnələri mən neçə illər əvvəl artıq Bakının küçələrində ağlaya-ağlaya, metrolarda, nəqliyyatda, transportyorlarda, yəni çoxlu ağlayan əhalinin aylarla gözü qurumadığını görmüşdüm. İndi burada da dəvət elədiyimiz valideynlərin də, eləcə mənim özüm də doğrudan da o kədər göz yaşları bizə təzədən sirayət etdiyiniz üçün, bizi bu təsirli səhnələri yaratdığına görə sizə təşəkkür edirəm. Vaxt gələcək, bu təşkil edən, bu tədbiri təşkil edən Müşavva müəllim kimi müəllimlər fəxr edəcək ki, yəni şagirdləri hərəsi bir sahənin, bir peşənin sahibi olaraq Xocalının intiqamını almaqda əlindən gələni əsirgəməyiblər və ən nəhayətdə buna nail olurlar. Xocalının intiqamı alınacaq. Bizim təkcə Xocalı deyil, 20 yanvar faciəsindən başlanan Qarabağ Savaşında, bəli, 1-ci Qarabağ Savaşında həlak olanların da hələ narahat ruhları üstümüzdədir. Vaxt gələcək, sizlər, mən inanıram ki, bugün o təsirli misraları deyən sizlər, o yuxusuz gecələr hesabı ilə əzbərlədiyiniz bu təsirli şeir parçaları vaxt gələcək sizin ürəyinizi daha da danqo kimi yuxarı qaldıracaq və inanıram ki, biz Qarabağ alacağıq məhz sizin vasitənizdən, sizin qəhrəmanlığınızdan. Çıxışınız bunu sübut etdi. Bugün burada iştirak edən və bir çox səbəblərdən iştirak etməyənlərin adından, əziz valideynlərin adından mən sizə, Müşavva müəllimə və əziz dördüncülər, sizə dərinimiz əzəmətlə səslənir. Bu cür dilə görə, bu cür gözəl ifaya görə, bu cür çıxışa görə mən bir daha sizə səmimi minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, sizin bugünkü çıxışınız, bugünkü tədbiri hazırlamağınız bir çox müəllimlərə, o cümlədən mənə nümunə oldu. Çox sağ olun. Gələcəkdə bu cür tədbirləri daha geniş, daha əzəmətli, daha xoş soraqlı edərik. Sağ olun. Hörmətli valideynlər, müəllimlər, birinci bura xoş gəlmişsiniz, çox sağ olun, iştirakınıza görə minnətdar edirəm. Hakim müəllim yaxşı deyir, bütün valideynlərin əksəriyyəti deyildi, biz də gələcəyik. Nəysə yeri zada görə biraz ixtisara salındı. Mənim əziz, balaca, qönçə, gözəl çiçəklərim, mən sizə baxdım, vallahi göz yaşı tökdüm. Doğrudan da orada təkrar olan şeyləri burada siz göstərdiniz, canlandırdınız. Həqiqətən elə olub, amma necə bala anadan, ana baladan, körpə buza dönüb, ana yanında gəlib görüb uşağı buzdur, daşdır, belə insan ürəyi qabağında. İndi hakim müəllim yaxşı dedi, bu qısasdır, qısas yerdə qalmır. Qəhrəmanlarımızı da biz yetişdiririk. Qəhrəmanlarımızı da Azərbaycan torpağı yetişdirir. Qəhrəmanları da müəllimlər yetişdirir. İndi sizin bu gözəl nəğmələrinizə, bu gözəl şeirlərinizə, bu gözəl səhnəciklərinizə mən
necə deyərəm, sevincimin həddi hüdudu yoxdur. İndidən belə körpə gözəl uşaqlarımız var. Gözəl şeir deyən, nəğmə oxuyan, Azərbaycan qədrini bilən, vətənimizin bayrağını yüksəklərə qaldıran sizsiniz, siz olacaqsınız. Sizin səsiniz yüksəklərdən gələcək. Siz vətəni qorumalısınız. Biz torlarım, körpələrim, Rüşabə müəllimə, sizin bu əziyyət çəkdiyiniz, sizin bu səhnəcikləri düzəltdiyiniz, bəyək gəldim, baxdım, gördüm, çox əziyyət çəkirsiniz, çox sağ olun, minnətdarım. Minnətdarım sizin də gəldiyinizə görə, o gözəl körpə nəvələrinizə, bundan da gözəl yerdən səsi gəlməyini arzu edirəm. Sağ olun. Hörmətli valideynlərimiz, əziz müəllimlərimiz və şagirdlərimiz, həqiqətən bugün biz Xocalı faciəsinin 19-cu il dönümü münasibəti ilə bu tədbirdə iştirak edirik və yəqin ki, hər birimizin iştirakı ilə tədbirin yüksək səviyyədə keçməsinin şahidi olduq. Və biz də Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirik, daim onun arxasınca gedirik, ön sıraları, arxa sıraları möhkəmlədirik və həqiqətən də Azərbaycanın torpaqlarının işğaldan xilas olacağı günün gəlməsini gözləyirik. Və bunda istər siz şagirdlərin, istər bizlərin, valideynlərimizin, hər birimizin xalqımıza, vətənimizə olan töhfələri var. Bugün sizin töhfələriniz dərsi yaxşı oxumaq, vətənpərvər olmaq, bütün bunlarla yanaşı Azərbaycan dövlətini daha da irəliyə doğru aparmaqdır. Məhz bugün siz öz işləriniz, qurduğunuz kompozisiya, söylədiyiniz şeirlərlə bunun bariz nümunəsini göstərdiniz. Və ona görə də sizin hər birinizə təşəkkür elan edirəm. Bu, sinifdə fəal iş apardığına görə sinif rəhbərinə də təşəkkür elan edirəm və bundan sonra da həmin siniflə işi daha da təkmilləşdirmək, nəinki məktəb səviyyəsində, rayon səviyyəsinə qədər də yüksəltmək, respublika səviyyəsinə çıxartmaq məsələsini qarşıya qoyuram. Və yoldaşlarımızın da hər biri, eyni zamanda valideynlərimiz qürur hissi keçirəcəklər ki, belə tərbiyəli, nümunəvi, ağıllı övladları, şagirdləri var. Hər birinizə təşəkkür edirəm, çox sağ olun. Şagirdlərimizin bu kiçicik tədbirində onlara qulaq asdığınıza görə, onların əməyini qiymətləndirdiyinizə görə sağ olun.